Lənkəranda da Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilir. Bugünkü müşavirədə dövlət qurumlarının nümayəndələri, müvafiq sahə üzrə mütəxəssislər, sahibkarlar və fermerlər iştirak ediblər. Müşavirədə son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə həyata keçirilən sistemli islahatlar nəticəsində mühüm nailiyyətlərin əldə olunduğu diqqətə çatdırılıb. Aqrar sahəyə dövlət dəstəyinin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, aqroparkların yaradılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi nəticəsində istehsal və ixrac potensialı artmış, meyvə-tərəvəz və yumurta üzrə tam özünü təmin etmə səviyyəsinə nail olunub. Sahibkarlıq sahəsində əgər birinci istehsalı həyata keçirirsinizsə, bütün zənciri düşünməyə bilirsiniz. Bəs ənənəvi bizim istehsalçıya xas olan xüsusiyyətdir ki, birinci sadəcə məhsulun istehsalını düşünür. Həmin məhsulun saxlandıqda, bazara daha geç çıxıldığında daha yüksək dəyər əldə ediləcəyi ilk başda düşünülməyə bilir. Amma məhz indi dövlət proqramının ortaya qoyduğu da elə odur ki, dəyər zəncirinə baxılması. Vurğulanıb ki, Lənkəran Astara iqtisadi regionunun zəngin meyvəçilik və subtropik məhsul istehsalı potensialı, o cümlədən ölkədə sitrus meyvəçiliyinin əsas mərkəzi olması, saxlanma, soyutma, çeşidləmə, qablaşdırma və emal infrastrukturunun daha da genişləndirilməsini zəruri edir. 2023-cü ildə 170 tonluq saxlama kamerası tikmişik öz hesabımıza, dövlətin dəstəyinə. Bu il isə 225 tonluq ikinci bir saxlama kamerası tikdik. Hal-hazırda da istifadə edirik. Birinci və ikinci kameralarımızda dövlət bizə 40% dəstək olub. Dövlət proqramında müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılmasının və sudan faydalı istifadə göstəricisinin 45%-dən 95%-ə yüksəldilməsinin əsas hədəflərdən biri olduğu vurğulanıb. Xarici bazara çıxıram, öz saxladığım bağlardan, meyvə bağından, sitrus bağından. İnşallah 2026-dan 30-cu ilə qədər mən də genişləndirəcəyim həm bağlarımı, həm də istehsalımı. Bu siyasətdən bəhrələnərək bizim müəssisəmiz də Lənkəran konserv zavodu olaraq bölgənin ən böyük emal edici müəssisəsi kimi yerli fermerlərdən xammal və məhsulları qəbul edərək yüksək keyfiyyətli istehsalını həyata keçirir və dünyanın 30-dan artıq ölkəsinə Made in Azərbaycan brendi altında ixrac edir. Müşavirədə çıxış edən fermerlər və sahibkarlar rəhbəri etdikləri təsərrüfatlarda görülən işlər, əldə olunan nəticələr və gələcək inkişaf planları barədə məlumat veriblər. Bu bir il ərzində, bir il yarım ərzində müsbət dinamika özünü göstərir. Və kənd təsərrüfatının sahəsilərinin aldığı müəyyən dəstək eləcə də akvakultura şamil edilir. Vergidən azad olma və s. Dövlət proqramının icrası Lənkəran Astara iqtisadi rayonunda çayçılıq, çəltikçilik, sitrusçuluq, tərəvəzçilik və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına mühüm töhfə verəcək.